Bir aydan sonra 18 yaşım olur və 17 yaşımı həm dolu yaşadığımı hiss edirəm, həm də ki, heç yaşamadığımı. Çünki sanki 17 yaş bir neçə xatirədən ibarət imiş kimi gəlir, ya da ki, bir neçə duyğudan ibarət imiş kimi gəlir. Və zamanın həqiqətən necə keçdiyini anlaya bilmirəm. Elə bir ki, zamanı tutmaq olmur və bütün xatirələr uçur gedir kimi hiss edirəm bəzən.